Salam qardaşlar. Sizə möhtəşəm tir tüfəngini təqdim edəcəm. Kral N11 qaz pistonu. Özünün 64 qramlıq qırmalar, 64 qramlıq, 1 qramlıq qırmalar effekt verir. Aşağı qırmalar yaxşı olmur bu tüfəng üçün. Buna yalnız 64 ve 1 qramlıq ucu yumru, ucu şiş qırmalar yox. Məsələn, mən almışam bu qırmadan. Bu hava şeydir. 4 manatlıq qırmadır. Bu ilə 30 metrəni vururam. Dəqiq vururam. Onun artıq uçur gedir, düz getmir. Tüfəngin güclülüyünə görə. Bu Kral N11 qaz pistonudur. Bu tüfəng. Möhtəşəm tir tüfəngini təqdim edirəm sizə. N11 qaz pistonu. Deyirəm ki, tirlərin şahıdır da bu. Buradan qatlanan tirlərin şahıdır. Hardasa bir 3 aydı, 4 ay, 5 ay bundan qabağa alıb qoymuşdum, atmırdım. Elə dururdu. Hardasa bir 100 dənə güllə atmışam sadəcə. Super tüfəng deyə təqdim edirəm. Tir alası olsanız Kral N11 alın. 11 mm'lik və 10 mm'lik rayı var bunun. Super bir silahdır. Bir sözlə dovşan, tülkü, nə desən vura bilirsən bunu. Pizdes.